Rusiyanın ən böyük problemi artıq Ukraynanın tankları və ya raketləri deyil. Cəmi 35 yaşlı bir nazirin qurduğu süni intellekt sistemi Moskvanın hər addımını izləyir. Bəs Mikhail Fyodorov Ukrayna ordusunu cəmi 5 ayda necə dəyişdi? Ukraynada son ayların ən çox diqqət çəkən fiqurlarından biri Müdafiə naziri Mikhail Fyodorovdur. 2026-cı ilin yanvarında bu vəzifəyə gətirilən gənc siyasətçi qısa müddətdə orduda böyük dəyişikliklərə start verib. Fyodorovun ilk hədəfi korrupsiyanı azaltmaq olub. Müdafiə Nazirliyinin satın alma sistemi tamamilə rəqəmsallaşdırılıb. İndi silahların, texnikanın və hərbi avadanlıqların hardan alındığını və hansı bölmələrə çatdırıldığını izləmək mümkün olub. Ancaq ən böyük yenilik süni intellekt sahəsində baş verib. Nazirlikdə yaradılan xüsusi süni intellekt mərkəzi peyk görüntülərini, dron məlumatlarına və digər kəşfiyyat informasiyalarını analiz edərək komandirlərə daha sürətli qərar verməyə kömək edir. Bununla yanaşı, Ukrayna dron müharibəsində də yeni səviyyə gətirib. Müxtəlif bölmələrin dron sistemləri vahid platformada birləşdirilib. Rusiyanın radio-elektron mübarizə sistemlərinə qarşı isə fiber optik kabellə idarə olunan yeni FPV dronlarından istifadə genişləndirilib. Fyodorovun rəhbərliyi altında hərbiçilərin maaşları da artırılıb. Eyni zamanda 2022-ci ildən bəri fasiləsiz xidmət edən bəzi əsgərlərin mərhələli şəkildə evlərinə qayıtması planlaşdırılır. Nazirin son açıqlamalarından biri isə xüsusi diqqət çəkib. Onun sözlərinə görə, Ukrayna dron əməliyyatları Rusiyanın Krımdakı logistikasına ciddi təsir göstərir və yarımadadakı təchizat marşrutları getdikcə daha mürəkkəb vəziyyətə düşür. Bütün bunlar göstərir ki, müasir müharibələrdə təkcə silahların sayı deyil, texnologiya, süni intellekt və rəqəmsal idarəetmə də həlledici amillərdən birinə çevrilib. Sizcə, gələcəyin müharibələrini daha çox əsgərlər qazanacaq, yoxsa süni intellekt?